Allah'ın adlarını və sifətlərini öyrənmək, onu tanımaq müstəhəb deyil, vacibdir. Bu nə kimi fayda verir bizə? O faydanı verir ki, heç kim aramızdan çıxıb deyə bilməz ki, Rəşad qardaş, valla müstəhəbdir, mən öyrənmirəm. Onsuz da öyrənməsəm günah yoxdur. Müstəhəb elmlər necədir? Bir elm ki, müstəhəbdir, onu öyrənməsən sənə günah yazılmır. Problem yoxdur. Öyrənsəydin yaxşıydı, savabdır, üstünlüydür. Lakin öyrənməsəydin bir şey yoxdur. Amma bu elm, o elmlərdən deyil. Bu elm vacibdir. Və hər bir müsəlmanın üzərinə fərdi olaraq vacibdir. Heç kim canını qutara bilməz. Məsələn, biri gəlib deyə bilər ki, Rəşad qardaş, mən elm tələbəsi deyiləm. Mən tacirəm, məsələn. Mən yaxud idmançıyam, mən yaxud başqa şeylə məşğul oluram, başqa sahədəyəm. Fərqi yoxdur, qardaş. Çünki bu elm vacibdir. Hər bir müsəlman öyrənməlidir. Hansı elmi? Allahın adlarını və sifətlərini bilmək, öyrənmək vacibdir. Kim öyrənməsə, ona günah yazılır. Günah yazılır. Kimliyində asılı olmayaraq. Sən öyrənsən, mənim üzərimdən qalxmır bu. Aramızdan kimsə öyrəndi, kiminsə üzərindən qalxdı. Yox, fərdi olaraq hər bir kəsə vacibdir. Allah subhanahu wa ta'ala Qur'anda əmr edib. Allah Qur'anda əmr edib. Fikir verin. وَعْلَمُوا أَنَّ اللّٰهَ غَفُورٌ həlim. Bilin ki, Allahğafur və həlimdir. وَعْلَمُوا أَنَّ اللّٰهَ سَمِيعٌ alim. Bilin ki, Allah görən, eşidən və biləndir. وَعْلَمُوا أَنَّ اللّٰهَ غَنِيٌّ həmid. Bilin ki, Allah ehtiyatsız və həmiddir. وَعْلَمُوا bunlar hamısı nədir? Bilin. Əmirdir yoxsa yox? Əmir edir Allah. Allahın əmr etdiyi şey vacibdir.